deməyi ilə, planı ilə, baxın, bu milletin yardım çoxdan qırılmalıydı, amma qırılmır. O gün bazar zəmbilini kimsə hesaplamışdı. Təsəvvür edin, aylıq gəlirlə bazar xərclərinin arasında 4-5 manat fərq var. Deməli, təsəvvür edin, hökumətdən alınan deyək ki 250 manatdırsa, bunun xərci 256 manatdır. Və indi otur fikirləş gör, bu 6 manatı hardan alır bu adam? Məsələ budur. İlham Əliyev bu xalqı o günə salıb və ona görə də fikirləşir ki, bu xalqa pul vermək olmaz. Ona görə istənilən Avropa ölkəsinə, Amerika falan deyir, gəlin sizə nə istəyirsiniz verim, amma mənim daxil işlərimə qarışmayın. Mən bilirəm daxil işdə kimə nə edəcəm. Bu xalqla mənim öz haqq hesabım var, sizə dəxli yoxdur. Neft, qaz falan, milli gəlir, sərvət, nə qədər istəyirsiniz gəlin verim. Nə qədər istəyirsiniz, hansı qiymətə deyirsiniz. Amma daxili məsələ ilə bağlı ona görə də gördünüz, qərar verdi ki, Avropa məhkəməsinin sözü keçməyəcək artıq burada. Onu da bağladı ki, mən özüm bilirəm bu millətin nə qarşıyım, heç kimə dəxli yoxdur. Bu qədər bəsit. Yəni, o nöqteyi nəzərdən də biz başımızın çarəsini qılmalıyıq. Baxın, kişilər. Bugün Kubinkanı sökürlər. O gün mən bir dənə kadr gördüm, baxdım. O yasamalda evin içine ekskavatorun içine girdi ha. Hemen adamı bıraktılar. Yani bunlar hamısı İlham Əliyevin bandasının üzvləridir. Yani insanların ağzını bağlamaq üçün güya tuturlar. Sonra da dal qapıdan bırakırlar, pulunu da alırlar. Hemen bu xalqa veriləcək pulun 60-70%'ni onun əlindən alırlar. Deyirlər, get işinlə məşğul, xalqa pul vermək lazımdır. Və biz də qıraqdan durub baxırıq. Dünənə kimi Kubinka durub baxırdı. Deyək ki, Sovetskini sökürdülər, durub baxırdı. İndi Kubinkanı sökürlər. Bu Kubinka, Sovetski söküləndə gedib onlara dayaq olmuş olsaydı, dostlar, belə olmazdı, inanın mənə. Ona görə də biz məsələni həll eləmək üçün, dostlar, əməlli başlı fikirləşməliyik.